Biz xətlərimizi çəkdik kombinin altında saxlamışıq. Dedik divan zadı çəkmədik. Ona görə borular arxada qalır. Dedik bir dənə çəkiliş edək ondan sonra. Bax bizim balkonda belə desək radiatorun bir dənəsini bura qoymuşuq. Boruların onları salxamuta. Oradan da kalem verib döndərəcək. Ay sağ ol. Sən ona qədər gətir oranın xamutun ölçüsünü. Hə. Bir dənə ora xamut vur. Sonra dönəşsən belə. Dönəndən sonra bir dənə də xamut ora vurarsan. Bax o nöqtə olan. Ay sağ ol. Biraz hələ sola tərəf, sola. Ay sağ ol. Bax oradan da bir xamut vurarsan. Hə, hə, oradan aşağıdan vurarsan da. Bilirəm. Hə. Bu, arasına da. Hələ yox, o tərəfə vurma. Kombi qoyulandan sonra ora vurulacaq. Onda işte birini bura vuracağım, birini. Hə, ora vur hələlik ölçünü. Budur, bax əzizləyicilər, qoy belə otaqdan beşək görsənsin. Telefonu gəl oğlum. Çəkdiyim xəttin üstünə düşür. Bax görürsünüz. İşi görəndə belə görmək lazımdır, bax. Görürsən, bax, səliqəsi yerində, xamutların ara məsafəsi yerindədir. Bax, belənçi olmalıdır, bax. İşi görəndə belə görmək lazımdır. Görürsünüz. Görürsünüz necə gedir. Onda gəlirik. Keçirik. Görürsünüz otağa. Görürsünüz. Ütümüzdəki camdan orijinal 320 dərəcə istilik verən. Gördüyünüz kimi budur, bax. Sturmetdən boluq, maşallah olsun. 3-4 dənə bu sturmetdən hələ pakovka bir evdə var, hələ heç ağzı açılmayıbdır. Sturmetdən boluq. Budur, bu bizim radiatorımızdır. Burada bor olduğuna görə oranı elə aparası olduq. Utkadan istifadə eləmək orada alınmırdı. Ona görə dirsəklə verdik. Görürsünüz. Sürdü. Borumuz da gördüyünüz kimi SPK-dır. Türk istehsalıdır. Görürsünüz. Xamutların ara məsafəsi mütləq yaxın olmalıdır. 40 və 35 sant olmalıdır. 20'lik boru da 35, 25'lik də 40 olmalıdır. Bu da bizim kombimizdir. Sturmetdir. Yekə perforatorumuz buradadır. 7 çoluq boş əmun biri də evdədir. 2 dənədir ondan. Bu da bir yataq otağıdır. Gördüyünüz kimi. Görürsünüz. Düz plintusun üstündən də yan iki məsafə olaraq nə hündür, nə alçaq deyil. Görürsünüz, bax. Burada vintillər, radiatorun öz vintilləri qaldı. Dəyişməyək. Öz vintilləri qalsın. Dedim heç nə, görürsünüz, düz olan vintildəndir. Ancaq radiatorun bu en hissəsi 8'likdə o vaxtdan aldığıdır. 10'luq olsa daha yaxşı olardı. İstilik vermə gücü belə deyək çox olur. Budur. Bax, bu da bir radiatorımız. Qoşulma hər ikisi altdandır.
fiskal deyil. Bu bina yerində də işləmək. Bax, buradan da çıxırıq. Bu da bu birisi tərəfə düşən balkondur. Və görürsünüz, bax, bu qaydada çəkdik. Və burada beləncə utkadan istifadə elədik. Sıxıntı olmasın deyə. Çünki çıxıntı olsaydı həmi bax bu kravatı çəkirlər bura. Bax burada durur kravat durduğum yerdə. Ona görə maneçilik törədir. Və burada da görürsünüz divar əyri deyə. Ona görə turba əyri gedir, amma onun ziyanı yoxdur. Onsuz da istilik vuranda düzələcək söhbət yox, amma divarın əyrilik başqa cürə heç nə edə bilmərik. Bir də onu deyim, burada 25'lik bu radiatorun altına qədər gəldi. Mən ev sahibinə dedim, oradan bəri 20'lik verim, çəkiliş qaydası var da, dedi yox. 25 ver ki, ola bilər, bura radiator qoyarıq, gələcəkdə neynəyərik. Ona görə dedim, ev yox, nətər istəyirsən elə deyək. Ancaq belə mən çəkmirəm. Görürsünüz, burada bu pəncərənin altında, belə desək, axırıncı radiatorumuz buradadır. Ona görə dedi, belə dedim, heç problem deyil. Ancaq buradan 20 ilə geçsəydi daha yaxşı və məsləhətli olardı. Bu da belə istədi. Hətta belə də verdim. Bu da belə. Kombində qoyanda bir hissəni də çəkilişini onda eləyəcəm. Elimizdə 4 dənə radiator var. O bir otağa keçə bilmir, orada adam var. Ona görə buranı çəkə bilmirik. O bir otağın radiatorunu çəkəmədim, qaldı, bu birini çəkdim. Çəkmək istəyirəm. Düşsəydi daha yaxşı olardı. Bu da bizim axırıncı toçkadır radiator. Görürsünüz, bax, bu cür qoşulma. O birisi ventildən olsaydı, sərgəli görsənərdim, bunda da başqa cürə. Buranı oradan hazırladın. Buranı da bura hazırlayaq. Kombimizdə bu divarda olacaqdır. Bitminutka çıxacaq o heç. Bitminutka çıxacaq. Çıxaq. Ondan sonra xamuta sal. Oranı deşibsən. Yox. Sal. Keçsin yerinə xamuta. Onu kəsib sonra kalem verəcək. Dirsək verib döndərəcək. Problem yoxdur. Oradandır. Deş geçsin, problem yoxdur. Kombi babu divarda olacaq. Deş geçsin. Çox o tərəf aparmaz. Yox, çox olmaz. Sınıfa görə şeylərin. Kombimizi asmağa başlamışıq. Kombini də asaq, törək altında yığaq. Etap çəkirəm ki, rahat baxa biləsiniz.
Çıxar canımızı qutaraq elə qaçaq. Çıxar çörək havasını. Ay sən. Tamam. Çıxar görək, çıxar. Axırıncı toçkadan havalarımızı çıxartmağa başlayırıq. Da karantində özün yazdırarsan, biz getdik. Ya istəyirsən mən kodlayım, karantin yazan gəlib yazsın. Yenə edə bilir. Niyə olmur ki? Elə olur ki, güya ki onlar bizlərdən öyrənib də karantin yazanlar. Yox, birdən deyəcəklər ki, mən siz. Nağayır, qaşlar düzəcək ora qızıldan. O da məni kimi knopkan basıb kodlayır da. Bunu mən işlədəndə onlar elə bilmirdi sənət nə olan şeydir. Onun aslına çıxır gəlsin. Hə. O hala o havası var. İndi dünənkilər əlinə hasar alıb deyir ustayam. Gedim təzək. Hə, oynat biraz hasar oynadan fason elə. Nə elə görək elə. Elə qaçacam əlimdən elə. Ay qoy görək. Ha? Elə qoy. Kombinin yanı qalıb. Əsas məsələ çəkiliş qalıbdır. Bax, gör. Stabilizator ora qoyası olduq. Başqa cür yolu yoxdur. Buralarda mebel zat. Bu bizim qaz manometridir. Qaz regulatorudur. Hamısı yer və yer yerindədir. Gördüyünüz kimi çəkilişimiz bundan ibarətdir əzizləyicilər. Baxın. Görün səlqə səhmana, fikir verin, görün necə iş görülür. İşi görəndə belə görərlər. Bax. Bu da bizim kombimizin turbasıdır. Bax, budur əzizləyicilər. Borularımız da SPK, bu hissəni özüm yazıları saldım ki, görünsün ki, keyfiyyət nədir? Bu borun dəyilsin, görüm necə əyilir. Mümkün deyil, ola bilməz elə şey. Hər şey yer və yer yerindədir. Bax, görürsünüz, bütün işlərimizin hamısı qurtarıb, tamamlanıb. Bundan da havasını çıxardırıq, bizə yaxşı yol, getdik biz. Dayı Allah köməyində olsun, dayı. Bu günləri bizi təmiz səbirdən çıxardıqdır. Elə bilir ki, bazardan gəlmişik biz. Ay, sağ olmuş deyirəm, bir dur yerində, gör bir nə iş təfid veririk sağda, bir bax. Ahırı ki, yox deyir, həqqi də deyir, gördüyün işə söz ola bilməz. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarımız olacaq. Hamısını da çəkiliş edib paylaşacağım. Sizlər də abunə olmağı unutmayın. Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir əzizləyicilər. Sağ olun, hələlik bu qədər.